Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme eti nefusine takvaha ve zekkiha ente hayrun men zekkaha. Ente veliyuha ve mevlaha. Ramazanın 16. gecəsindeyiz. Allah subhanahu ta'ala'ya həmd olsun və salih əməllərlə gündüzlər oruç tutub və gecələr təravih namazlarını qılmaqla Rəbbimizə yaxınlaşmağa davam edirik Allahın izni ilə və bu hamısı yalnız Allahın müvəffəqiyyəti ilədir və qulun, insanın xoşbəxtliyi, səadəti də yalnız Rəbbinə yaxın olmasındadır və insanı Allaha ən çox yaxınlaşdıran əməllərdən də ən böyüyü namazdır. Namaz. Ona görə biz bu şərəfli, xeyri bol olan ayda işə namazından sonra təravih namazları qılarıq. Və necə görürsünüz, adətimizə xilaf olaraq biz bu namazlarda, yəni 11 rəkət vitrlə bərabər nisbətən qiyamını uzun tuturuq. Yəni, öz həmişə etmədiyimiz haldan. Təbii ki, ola bilər kimsə, yəni, hər gecə 11 rəkət qılır və qiyamını uzaq tutur, uzun tutur. Əlbəttə ki. Amma ümumən, yəni, belə götürsək və hər kəs öz nəfsində olanı yaxşı bilir. Biz, yəni ki, bu Ramazan günlərində davamlı olaraq bir ay şəkildə təravih namazlarını bu formada qılırıq. Və bu məqamda bir şeyə toxunmaq istəyirəm sadəcə, hansı ki, bu barədə də soruşuluruq tez-tez. O da, yəni namaz qılarkən qiyamın uzun tutulması mı daha xeyirli, fəzilətlidir, yoxsa çox rəkət qılmaq, rəkət sayısının namazın çox edilməsini. Qiyamın uzun olması. Yəni ki, qiyamın uzun olması, yoxsa çox səcdələr edilmək. Təbii ki, bu söhbət nafilə namazlarında keçərlidir. Çünki fərz namazları bəllidir. Fərz namazlarında yəni, səcdələr eynidir. Amma söhbət gedir əlavə nafilə namazlarında. Yəni ki, nə deməkdir bu? Məsələ, bir insan deyir ki, mən yarım saat ərzində yarım saatımı namaza ayırmaq istəyirəm. Bu yarım saat içində 2 rəkət və yaxud 4 rəkət namaz qılıb qiyamı uzun tutmağım mı yaxşıdır? Yoxsa 10 rəkət və yaxud 20 rəkət namaz qılmaq mı çoxlu səcdələrlə? Məsələ budur. Aydın oldu mu? Məsələ budur. Hansı daha fəzilətlidir? Məsələ, 1 saat adam namaz qılmaq istəyir. Və yaxud belə götürək, 2 nəfər 1 saat ərzində namaz qıldı. Birisi 1 saatda 4 rəkət qıldı sadəcə, amma 300 Quran oxudu. 200 Quran oxudu, məsələ, qiyamda. O birisi 1 saatda 30 rəkət qıldı. Amma sadəcə yarım cüz oxudu. Yəni, bunların hansı üstündür? İkisi də ibadətə vaxt ayırdı 1 saat. İkisi də ibadətə nədir? 1 saat vaxt ayırdı. Bunun qiyamı uzun oldu, bunun isə nəyi çox oldu? Səcdələri və rəkət sayısı çox oldu. Hansı üstündür? Bu məsələdə elm əhlindən, yəni 3 görüş var. Elm əhlindən bəzilər deyirlər ki, qiyamı uzun tutmaq daha əfsəldir. Qiyamı uzun tutmaq. Bəziləri deyirlər ki, rəkəti çox etmək daha əfsəldir. Bəziləri də deyirlər ki, 3-cü görüş də budur ki, bərabərdir. İkisi də fəzilətdə nədir? Bərabərdir. Kimlər ki, deyirlər ki, qiyamı uzun tutmaq əfsəldir. Yəni, insanın qiyamda uzun durması, uzatması daha əfsəldir. Bunlar deyirlər ki, biz baxanda Allah Resulü sallallahu aleyhi ve sellem feilinə,
Deyirlər ki, görürük ki, Allahın Resulü sallallahu aleyhi və səlləm qiyamını uzun edib. Qiyamını uzun edib. Ayşə radiyallahu anh'a deyir ki, Kənə Nəbiyyü sallallahu aleyhi və səlləm yusalli bil-leyli və yutil. Deyir Allah Resulü sallallahu aleyhi ve sellem gecə namaz qılardı və uzadardı. Gecə namaz qılardı nədir? Və uzadardı. Sonra deyir ki, yusalli arba'an yutilu yusalli arba'an və la tes'al an husnihinne və tulihinne. Thumma yusalli arba'an və la tes'al an husnihinne və tulihinne thumma yusalli sələsən. Deyir ki, gecə 4 rəkat qılardı və sən bu rəkatlərin gözəlliyindən, uzunluğundan heç soruşma. Sonra yenə 4 qılardı və sən bu 4 rəkatin gözəlliyindən, uzunluğundan soruşma, sonra 3 rəkat qılardı. Neçə oldu? 11. Yəni Ayşə radiyallahu anh'ın deməsi ki, 4 rəkat qılardı, yəni 2-2. Məqsəd yəni 2-2. Çünki 4 qılardı, sonra 4. 2-2. Sonra 3 biti qılardı. Yəni burada şahid nədir? Deyir ki, bu namazın nə qədər uzun olmasından və nə qədər gözəl olduğundan heç soruşma. O qədər yəni uzun gecəsini durardı. Və bir rəvayətdə gəlib, Peyğəmbər sallallahu aleyhi ve sellem yenə Ayşədən deyir ki, Kənə Nəbiyyü sallallahu aleyhi ve sellem yusalli bil-leyli hatta tetafattara qadamahu. Fəqalət Ayşə, ya Nəbiyyallah, limə təsnəv zəlik? Qad ғəfərəllahu ləkə mə təqəddəmə min zəmbikə və mə təəxxər. Fəqalə, əvələm uhibbu ən əkunə abdən şəkura. Deyir ki, Ayşə radiyallahu anh'a, Peyğəmbər sallallahu gecə namaz qılardı, uzun uzadı. O qədər uzun namaz qılardı ki, tabanları şişərdi, çatlayardı. Qiyamın uzunluğundan. Və dedim ki, ya Rasulallah, sən nəyə görə belə edirsən? Məyər Allah sənin keçmiş və gələcək günahlarını bağışlamayıb mı? Cavabına baxın. Deyir ki, mən xoşlamaram ki, Allaha şükür edən qullardan olan. Yəni, mən istəyirəm ki, Allaha şükür edən qullardan olan. Beləcə, Allah Resulü sallallahu aleyhi ve sellem ibadəti şükürdən adlandırır. Və həmçinin Ayşə radiyallahu anh'a deyir ki, Mə kənə Rasulullah sallallahu aleyhi ve sellem yəzidu لا في رمضان ولا في غيره على 11 ركعة فكان يصلي bayaq dediyimiz kimi ولا تسأل عن حسنهن وطولهن. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nə Ramazanda, nə Ramazandan qeyri 11 rəkətdən artıq qılmazdı. Nə Ramazanda, nə Ramazandan qeyri 11 rəkətdən artıq qılmazdı. Və uzun qılardı. Uzun qılardı. Demək ki, Allah Resulü sallallahu aleyhi ve sellem əgər istəsəydi məsələ 11 yox, 20-30 rəkat edərdi. Elə deyilmi? Amma qiyamı uzun tuta bunlar, yəni bu dəlili gətirən deyirlər ki, Allah Resulü sallallahu aleyhi ve sellem daima daha fəzilətli olanı seçir. Həmişə. Elə deyilmi? Həmişə nədir? Allah'a daha sevimli olanı seçir. Və burada da qiyamı uzun tutardı gecələri. Və həmçinin dəlillərindən və Abdullah ibn Masud da radiyallahu anh yenə deyir ki, deyir, Kuntu usalli ma'an Nəbi sallallahu aleyhi və səlləm fətala as-salat və həməmtu bis-su فقيل وماذا هممت؟ قلت هممت أن أجلس وأدعه Nebi sallallahu aleyhi ve sellem. İbn Masud deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namaza durdu. Gecə namazı. Və deyir, uzatdı. Uzatdı.
Hətta de, pis bir şeyə deyir, nəfsimdən pis bir şey keçdi. Soruşulur ki, nədir o pis şey nəfsindən keçən? Görün, səhabənin ədəbinə baxın. Deyir ki, istədim oturam. Oturmağı pis şeydən sayır. Halbuki oturmaq caizdir. Nafilə namazında otura bilərsən. Üzürsüz səbəbə belə. Yəni, gecə namazında otura qıla bilərsən. Lakin, oturaraq qılanın savabı, ayaqüstü qılanın savabının yarısı qədərdir. Və deyir ki, İbn Məsud, pis bir şey keçdi nəfsimdən. İstədim ki, oturam. Niyə? Niyə deyir istəyirəm oturam? Yəni, Allah Resulü səlsın o qədər qiyamı uzun tutubdur. Necə ki, yenə başqa rəvayətdə İbn Abbasdan gəlib ki, deyir, qoşuldum Allah Resulü sallallahu aleyhi ve sellemə və yaxud ola bilər başqa rabi, unutmuşam hansı rabidir bunu deyən, ya İbn Abbas ya da Abdullah İbn Omar, deyir ki, Allah Resulü ilə qoşuldum gecə namazına. Başladılar Bəqərədən. Dedim, yəqin ki, Bəqərənin yarısından rükuya gedər. Davam etdi Bəqərəni. Deyir, yəqin ki, düşündür ki, Bəqərəni bitirər, rükuya gedər. Bəqərədən sonra Nisə surəsinə başladı. Bəqərədən sonra hansı surə gəlir? Ali İmran. Peyğəmbər sallallahu Nisədən başladı. Bu da ona dəlildir ki, tərtibi pozmaq icazəlidir. Nisədən başladı. Nisəyi bitirdi, Ali İmrana keçdi. Ali İmranı bitirdi, Maidə surəsinə keçdi. Bir rəkətdə. Bir rəkətdə Allah Resulü sallallahu aleyhi ve sellem, yəni 500 təxmini. Bu qədər qiyamını uzun tutardı. Və deyirlər ki, budur. Allah Resulü sallallahu aleyhi ve sellem qiyamı uzun olur. Demək ki, qiyam əfzəldir. Və həmçinin Cabir radiyallahu anhu deyir ki, Suilə Rasulullah sallallahu aleyhi ve sellem Əyyü salati afdal fəqalə tulul qunut deyir, Cabir, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşuldu. Hansı namaz daha fəzilətlidir? Hansı namaz nədir? Daha fəzilətlidir. Dedi ki, qunutu uzun olan. Yəni, uzun qiyam olan. Qiyamı uzun olan namaz. Qiyamı nədir? Qiyamı uzun olan namaz. Deyirlər ki, bu da açıq aydın nasdır, dəlildir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qiyamı uzun olan namaz nədir? Daha fəzilətlidir. Sonra, bu dəlilləridir bunların. Amma səcdənin, çox səcdənin və yaxud rəkət sayısının daha fəzilətli olduğunu deyənlər, deyirlər ki, rəkət sayısında çoxlu səcdə var. Çoxlu səcdə var. Və səcdələr də əfsəldir. Niyə? Əvvəla deyirlər ki, çünki Allah Peyğəmbər sallallahu hədisdə deyir ki, "Aqrabu ma yakunul abdu min rabbihi və huve sacid fe aksiru dua." Peyğəmbər sallallahu hədisdə deyir ki, qulun Rəbbinə ən yaxın olan vaxtı səcdədə olduğu vaxtdır. Və bu vaxt deyil, dua edir. Deməli, burada nədir dəlil? Qulun Rəbbinə ən yaxın olan vaxtı deyil, səcdədir. Səcdə. Həmçinin gəlib yeni hədisdə dəlillərindən Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Aleykə bis-səcdə." Aleykə bi-kəsrətis sucud. فَإِنَّكَ لَا تَسْجُدُ لِلَّهِ سَجْدَةً إِلَّا رَفَعَكَ اللَّهُ بِهَا دَرَجَةً وَحَتَّى أَنْكَ بِهَا خَطِيئَةً. Deyir ki, çoxlu səcdə et. Sən deyir, Allaha etdiyin hər bir səcdə ilə Allah sənin dərəcəni qaldırır və sənin günahını bağışlayır. Nə deyir? Çoxlu səcdələr et. Etdiyin hər bir səcdə ilə Allah sənin dərəcəni qaldırır, Allah qatında yəni. Və günahını da silir. Bu da deyirlər, budur, dəlildir, səcdənin, çox səcdələr etməyin, nədir? Əfsəl olmasına və həmçinin Allah subhanahu ta'ala deyir, "Vəscud vəqtərib", səcdə et və nədir? Səcdə et və Rəbbinə yaxınlaş. Həmçinin deyirlər ki, ayədə də Allah təala qiyamdan öncə səcdəyi gətirir. Zümər surəsində Allah təala "Əmmən huvə qanitun əna'əl leyli sacidən və qaiman yahzarul axirətə və yarcu rəhmətə Rabbi."
Deyir, gecə saatlarında səcdə və qiyamda keçirən, axirətdən həzər edən, Rəbbinin rəhmətini umanla başqaları eynidir. Burada deyirlər ki, nədir? Allah təala səcdəni öncə gətirdi. Və hər bir halda belə ümumən səcdənin müəyyən etibarla baxanda məsələ səcdə daha üstündür. Öz heyəti ilə. Məsələn, siz baxın, biri qiyamda durur, zahirən, biri səcdədə durur. Bu görünüşün hansı daha təvazökarlıqdır Allah huzurunda, daha çox hansı boynu bükükdür Allah qarşısında? Səcdədə duran, yoxsa qiyamda duran? Səcdədə duran. Həmçinin məsələ qiyam, tutaq ki, nafilə namazlarında qiyam hökmdən düşür. Məsələn, otur-otur qıla bilərsən. Deməli, qiyam düşdü. Amma səcdəyi düşürə bilərsən? Yox. Bu cəhətdən səcdə nədir? Üstündə. Amma başqa nahiyədən baxanda qiyama, məsələn, qiyamda nə var? Quran tilavəti var. Quran tilavəti yönündən qiyam daha üstündür. Ona görə İbn Teymiyyə rahimehullah da deyir ki, və bu da o alimlər fikirlər ikisi ilə bərabərdir. Deyir ki, doğru olan odur ki, səcdə də, ruku da hamısı fəzilətdir. Fəzilətdə eynidir. Biri digərindən üstün deyil. Və deyir ki, qiyam xüsusiləşib Quran qiraəti ilə. Qiyamın özəlliyi nədədir? Qiyamda sən Quran oxursan. Quran oxumaq isə zikirdən də, duadan da nədir? Əfsəldir. Sən səcdədə Quran oxuya bilərsən? Yox, qadağa gəlib səcdədə Quran oxumaq, rukuda Quran oxumağa qadağa gəlib. Quranı harada oxursan yalnız? Qiyamda. Və Quran tilavəti zikr etməkdən də, dua etməkdən də üstündür. Sən, məsələn, Subhanə Rabbiyəl Ələ deyirsən səcdədə. Qiyamda isə Quran oxuyursan, nasıl üstündür? Zikr yönündən. Quran, yəni ən üstün zikr Quran oxumaqdır. Quran oxuyanda insan Rəbbi ilə münacətə girir. Hədislərdə bu nə qədər var? Rəbbi ilə ünsiyyətə girirsən. Hətta Fatihə surəsində sən Fatihə surəsini oxuyanda Allah cavab verir. Hər bir ayəni oxuyanda Allah cavab verir. Allahla münasibətə girirsən. Düzdürmü? Deyirlər ki, bu baxımdan qiyam üstündür. Yəni nəyə görə? Quran, qiyamda oxunan tilavət Quran oxunduğuna görə. Və ona görə bəzi elmlər də deyirlər ki, gecə namazda qiyam uzun tutmaq daha yaxşıdır. Gündüz namazlarında çoxlu səcdə etmək. Bəziləri də belədir. Məsələn, Peyğəmbər s.ə.v varid olur. Allah Rəsulu, məsələn, kusuf namazını günəş tutulanda uzun uzadı qiyam. 2 rəkət amma uzun qiyamda tutardı. Amma fəth günü 8 rəkət namaz qıldı. Duha namazı məsələn. 8 rəkət. İstəsəydi 2 rəkət qılardı onu, qiyamı uzun tutardı. Amma 8 rəkət sayısını çox etmişdi. Amma gecə namazlarını nədir? Uzun tutardı. Ona görə elm əhli deyir ki, kim qiyamı uzun tutarsa, yaxşılar ki, rukusunu da, səcdəsini də uzun tutsun, bərabər etsin. Şərt deyil, bərabərlik. Tam bərabərlik şərt deyil, amma biraz yaxın olsun, uzun olsun. Və hər bir halda ola bilər müəyyən vaxtı uzun qirayət daha əfsəl olsun, müəyyən vaxtı çox səcdələr daha əfsəl olsun, insanın halına qayıdır. Sən qəlbini harada, necə daha Allaha yaxın hiss edirsənsə, o cür də et. Məsələn, ola bilər hafizlər üçün, Quranı çox bilənlər üçün, yaxşı oxuyanlar üçün qiyamda durur, Quran tilavət etmələri daha əfsəl olsun, nəinki çox səcdələrdən. Elə deyilmi? Çünki biz deyirik ki, Quran oxuduğun zaman Rəbbinə münacət edirsən, Rəbbinə müraciət edirsən, Rəbbinə ünsiyyətə girirsən və ən əfsəl zikirləri oxumuş olursan. Amma Quranda məsələ az olan ola bilər, onun haqqında nədir? Qısa surələr oxuyub, amma çox rəkət və çox səcdələr etmək daha xeyirli olsun. Hər bir halda insan öz halına görə əməl etməli, hər biri xeyirdir və Allah subhanahu teala bizləri həmişə rukularla, səcdələrlə, qiyamla Rəbbimizə yaxınlaşan qullardan etsin. Allah azza və cəllə ibadətlərimizi qəbul etsin. Allah subhanahu teala bizləri
ixlaslı qullardan etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə əlihi və ashabihi əcməin.